Son vaxtlar Azərbaycanda heç kim istəmir. Hamı bir-birinin qəlbinə dəyir, hamı bir-birinə pislik eləyir. Əgər düzgün müsəlman olsa, Allahdan qorxuruqsa, niyə bir-birimizin qəlbini qırırıq, niyə bir-birimizə təpiy atırıq? Yəni xalq olaraq bu qədərmi biz vəhşiləşdik, bu qədərmi bir-birimizə düşman çıxdıq? Yəni Allah gör nə qədər səbirli Allahdır ki, bizə dözür, bizə səbr eləyir. İnanın mənə, heç bir xristiyan ölkəsində bizdə olan vəhşilik yoxdur. Allahımıza and olsun yoxdur. İnsanlar xoşbəxt yaşayır. İnsanlar bir-birinə dəyər verir. Kim neyniyər, o neyniyər, bu neyniyər, bir-birinə o sözü sualı vermirlər. Bir-birindən çəkinmirlər. Bir-birlərindən utanmırlar. Yəni müsəlman ölkəsidir, Azərbaycan xalqı yox. Kimsə qabağa gedir, onun ayağının altından qazırlar, dartırlar. Bu adam yıxılsın, bu adamın qanı içməyə başlayır.